Böyük qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi prosesi davam edir. Bugün daha 185 nəfər su qovuşana qayıdıb. Onlara mənzillərinin açarları təqdim edilib. Hazırda əməkdaşımız Elnur Tofiq su qovuşandan bizimlə birbaşa bağlantıya çıxır. O köç barədə məlumatları bizə çatdıracaq. Elnur, buyurun. Bəli, geridə qalan xəbər saatında su qovuşana növbəti köçlə bağlı görüntülər isə təqdim etdik. Canlı bağlantımızda bura köçəcək olan ailələrin yüklərini daşıyan avtomobilləri, ailələri göstərdik. Bəli, köç artıq su qovuşana çatıb və onlar üçün inşa olunmuş yeni yaşayış kompleksində yerləşirlər və bildirmək istəyirəm ki, artıq 3-cü mərhələsi gerçəkləşdi su qovuşanda inşa olunmuş yaşayış kompleksinə köçün və 190 mənzil inşa olunub bu yaşayış məhəllində. Ümumilikdə 5 bina yer alır və mənzillər 1, 2, 3 və 4 otaqlı olaraq layihələndirilib və 190 mənzildən 25-i 1, 82, 75-i 3 və onu 4 mənzillidir ki, bütün mənzillərdə də yaşayış üçün bütün zəruri infrastruktur qurulub və bugün su qovuşana 53 ailə, 185 nəfər geri döndü, doğma yurda qovuşmuş oldu və beləliklə bu yaradılmış yeni yaşayış kompleksində 126 ailə, 413 nəfər artıq belə deyək, məcburi köçkün həyatı başa çatdı və burada məskunlaşdılar. Bildim ki, bura köçən ailələr əsasən ölkənin fərqli rayonlarında yaşayan, ağır məişət şəraitində yaşayan keçmiş məcburi köçkünlərdir ki, mərhələli şəkildə bu yaşayış kompleksinə köçürlər və 2 gün öncə elə mənzillərdən birindən canlı bağlantımız oldu. Mənzillərdə yaradılmış şəraitlə bağlı və bildirmək istəyirəm ki, mərkəzi isitmə sistemi ilə təchiz olunub bütün mənzillər və içməli su, elektrik enerjisi, yüksək sürətli internetlə də təchiz olunub. Və bu gördüyünüz isə bu yaşayış kompleksinin mərkəzində yaradılmış şəraitdir. Bax, kadrlardan gördüyünüz insanlar artıq bu yaşayış kompleksində məskunlaşmış insanlardır və uşaqlar üçün də əyləncə meydançası qurulub və digər ərazidə indi operatorumuz çalışıb kameranın gözü ilə sizə təqdim edəcək. Mini futbol meydançası da var ki, burada olan yeniyetmələr idmanla məşğul ola bilərlər. Əlbəttə, mini futbol meydançası ilə yanaşı idman qurğuları da ərazidə qurulub. Buradan reportajımız olacaq. Bura köçən insanların təəssüratlarını öyrənmişik. Çox maraqlı sevinç hisslərini bildirmək qaydaları var bunların. Yəqin ki, qarşıdakı xəbər saatlarında həmin reportajı sizinlə bölüşəcəyik. Su qovuşandan çatdırmaq istədiklərim bunlardır. Təşəkkür edirəm sizə Elnur məlumatlarınız üçün. Biz isə